2026-da Amazondan necə birbaşa Azərbaycana sifariş vermək olar? Hamıya salam dostlar, Fikirli kanalına xoş gəlmisiniz. Bugün sizlərin qarşısında Amazondan necə sifariş vermək olar və bağlamaları necə birbaşa Azərbaycana gətirmək olar, bunlar haqqında sizlərə məlumat verəcəyik. Çox uzatmadan keçək videomuzun mövzusuna. Amazon haqqında bir yerdə sifariş verək və ətraflı şəkildə sizlərə məlumat verək. Keçək konteynerimizin ekranına. Deməli, burada bir məsələ var. Amazon bildiyiniz kimi Azərbaycana birbaşa Temudakı kimi, Trendyol'dakı kimi sifariş verdikdə birbaşa məhsul göndərmir. Onun üçün də biz əlavə kargo şirkətlərindən istifadə edəcəyik. Və buradan məhsulu necə seçirik və məhsulun ödənişini necə eləyirik? Birbaşa mən sizinlə bir yerdə məhsul sifariş verəcəm. Yəni bu videodan sonra Amazondan sifariş vermək necə oldu və yaxud da bunu necə edirlər? Bunlar haqqında ağlınızda heç bir ümid edirəm ki, sual qalmayacaq. Çünki bir yerdə sifariş verəcəyik dostlar. Deməli, burada bir məsələ var dostlar. Bu şəkildə Amazon saytına daxil olduqda ilk edəcəyiniz şey Amazonun birbaşa amazon.com yazıb səhifəsinə daxil olursunuz. Səhifəsinə daxil olduqda burada gördüyünüz kimi Delivery to bölməsi Azərbaycan olaraq seçili olur. Bunu yəni ki, çox adam bilmir, qarışdırıb Azərbaycan seçildikdə çox məhsul axtarışda çıxmır dostlar. Onu deyim biləsiniz. İlk öncə change adres dedikdə sizə də ilk öncə bu şəkildə gələcək səhifəyə change adres deyirsiniz və gördüyünüz kimi qarşımıza location bilgiləri gəlir. Yəni ki, burada gördüyünüz kimi Azərbaycan regionu seçilidir. Bunun üçün də regionu dəyişdirmək üçün bizə yəni ki, məhsul gətirmək üçün əlavə kargo şirkətləri lazımdır. Dostlar, burada mən ilk öncə qeyd edeyim. Bu məsələ ilə bağlı sizlərə bir məsələ deyim. Heç bir kargo şirkətindən biz əməkdaşlıq bağlamırıq. Yəni heç bir kargo şirkətinin reklamları bu X-Cargo olsun və yaxud da Limak olsun, fərqi yoxdur. Hansını istəyirsinizsə Amerikadan çatdırmanı onu siz özünüz istifadə edə bilərsiniz. Mən yenə bugün X-Cargo-dan istifadə edəcəm, amma X-Cargo-la bağlı bəzi problemlərimiz olub. Qeyd edim ki, Çin anbarı ilə bağlı sifariş verdikdə problem yaşamışıq. Onun üçün də Çindən sifariş verərkən X-Cargo-dan istifadə edərkən kargonuz gecikmə ehtimalı var. Bunu da deyim dostlar. Yəni bu kargodan biz heç bir əməkdaşlıq bağlamırıq. Sadəcə mən bunu bir dəfə istifadə eləmişəm. Amerika ünvanlı eBay-dan istifadə eləmişəm. Yəni məhsulumu vaxtına çatdırıb ikinci dəfə də sifariş edəcəm. Əgər hansısa bir problem yaşasam, məyus olacam, bunu mütləq şəkildə kanalda çəkib videosunu paylaşacağam dostlar. Yəni bu X-Cargo-nun heç bir halda reklamı deyil. X-Cargo-ya daxil oluruq. Təbii ki, bu kargo şirkəti, yəni ki, xaricdə Amerikada anbarı olan bir kargo şirkəti olmalıdır ki, yəni ki, biz Amazondan məhsul sifariş verəndə adreslərini daxil eləyək. Başınız qarışmasın deyə ilk öncə mən bunu sizə göstərim. İlk öncə biz kargo şirkətindən qeydiyyatdan keçməliyik. Və yaxud da qeydiyyatınız varsa daxil ol düyməsini sıxırsınız. Qeydiyyatınız yoxsa qeydiyyat bölməsini sıxırsınız. İndi bu başqa bir və yaxud da StarX istifadə edirsiniz. StarX-də qeydiyyat bölməsi başqa yerdə ola bilər. Qeydiyyat bölməsini bir kərə sıxdıqda bu şəkildə ekrana sizə məlumatlar gəlir. Məndə indi birbaşa qeydiyyatdan keçilib deyə mənim birbaşa öz səhifəmə giriş etdi. Amma sizdə qeydiyyat yoxdursa mən indi öz səhifəmdən çıxış eləyim. Necə qeydiyyat olur? Onu mən sizlərə göstərim dostlar. Bu şəkildə gördüyünüz kimi belə bir səhifə gəlir. Bu bütün kargo şirkətlərində aşağı-yuxarı eynidir. Hesab giriş və şifrə və qeydiyyat bölməsi. Və burada MyGov ID var. Bu əsasən çətin bir prosesdir, amma mən sizə birbaşa qeydiyyat bölməsini göstərəcəm. Qeydiyyat bölməsini sıxdıqda baxın gördüyünüz kimi çox sadə bir prosesi var. Bu şəkildə bura adınızı, soyadınızı, email ünvanınızı, yəni ki öz poçt ünvanınızı telefonunuzdan yazırsınız. Telefon nömrəsində 050-dənsə 050, 51-dənsə 51 hansını istifadə edirsə bunu seçirsiniz və qarşısına telefon nömrənizi yazırsınız. Və FIN-kod bölməsi isə bildiyiniz kimi şəxsiyyət vəsiqələrində FIN-kod bölməsi olur. Köhnə şəxsiyyət vəsiqələri ekrana bu şəkildə əlavə etmişəm. Təzə şəxsiyyət vəsiqələrində isə ekrana bu şəkildə əlavə etmişəm. Üstündə birbaşa FIN-kod bölməsi olur. Həmin FIN-kodunuzu daxil edirsiniz bu kanaya dostlar. Daxil etdikdən sonra burada ən önəmlisi təhvil məntəqəsidir. Təhvil məntəqəsini seçmək istəyirsinizsə, baxın burada gördüyünüz kimi X-Cargo-nun fərqli təhvil məntəqələri var. Və yaxud da siz StarX istifadə edirsinizsə, StarX səhifəsində istifadə edirsinizsə, orada təhvil məntəqəsi. Hansı rayonda yaşayırsınızsa, atıram ki, siz metro Nizami bölməsinə çatdırmaq istəyirsinizsə, bunu seçirsiniz. Mən misal üçün buradan öz filialımı seçirəm. Baxın, gördüyünüz kimi. Yəni, hansı rayonda yaşayırsınızsa, ola bilər ki, həmin kargo şirkətinin sizin yaşadığınız rayonda filialı yoxdur. Onun üçün siz başqa bir həmin rayonda yaşadığınız ünvanda və yaxud da Bakıda yaşayırsınızsa, Bakıda və yaxud da
nə bilim başqa rayonlarda yaşayırsınızsa, həmin rayonda olan karqoları araşdırmanız tövsiyə olunur. Yəni ki, ətrafınızda soruşa bilərsiniz tanışlarınızla və yaxud da onsuz da yaxınlığında olanda bunu çox adam bilir. Məsəl üçün hansıdırsa hansını seçirsiniz, buradan birini seçirsiniz, həmin çatdırılma ünvanı. Daha sonra isə seçdikdən sonra burada şifrə təyin edirsiniz özünüzə. Şifrəni bir dənə özünüzə şifrə yazırsınız və təkrar şifrə bölməsinə isə yanında yazdığınız şifrəni təkrarlayırsınız. Ünvan bölməsini isə qısa bir şəkildə öz yaşadığınız ünvanı qeyd edirsiniz. Atıram ki, filan küçə və ev nömrə 5 və yaxud da 10 bu şəkildə yazırsınız və istifadəçi qaydalarını razıyam bölməsinə quş işarəsi qoyub qeydiyyatdan keçirirsiniz. Bu qədər sadə bir prosesi var. Yəni burada sizdən istədiyi şeylər sadədir və qeydiyyatdan keçdikdən sonra təbii ki, öz hesabımıza daxil oluruq. Mən tez bir şəkildə öz hesabıma daxil olum. Yəni bu mənim öz şəxsi məlumatlarımdır. Yəni ki, Amerikadakı ünvanımın öz adıma olan ünvandır. Sizə də bu şəkildə ünvan çıxır. İlk öncə burada nə edirsiniz dostlar? Çox uzatmadan sizi yormadan mən sizə qeydiyyat prosesini bir-bir göstərim. Daha sonra da bir yerdə sifariş verəcəyik. Burada gördüyünüz kimi zip kod, yəni postal kod bölməsində bu şəkildə posta kodu olur. Bunu bir kere buradan kopyala deyirsiniz və yaxud da kopyala bölməsi yoxdursa, buradan bu şəkildə eləyib kopyala deyə bilərsiniz. Qeyd edim ki, mən kompüterdən sifariş verirəm. Kompüteriniz olsa daha asandır. Telefondan da bu prosesləri eləyə bilərsiniz. Bu şəkildə kopyalayıb daxil oluram Amazona. Həmin bu bölməyə baxın, Azərbaycan Delivery to bölməsindəki Azərbaycan yazılan bölmə bir kere sıxıram. Sıxdıqdan gördüyünüz kimi belə bir ekran gəlir. Burada zip kod bölməsinə həmin bu kopyaladığım Xcargodan zip kod bölməsini yazıram. Qeyd edim ki, bu şərt deyil. Xcargo olmasın, başqa bir kargo olsun. Bunu bir kere yapışdırıb və apply deyirəm. Apply dedikdə avtomatik olaraq mənim ünvanım dəyişilir və Amerika ünvanı olaraq seçilir və continue dedikdə baxın gördüyünüz kimi səhifə yenilənmiş olur. Səhifə yeniləndikdən sonra buradan hansısa bir məhsulu axtara bilərsiniz. Mənim aldığım bir məhsul var, onun link şəklində yapışdıracağam. Buradan hər hansısa bir məhsul axtara bilərsiniz. Misal üçün deyirəm, hansısa bir məhsul axtarıb özünüz qiymət müqayisəsi eləyə bilərsiniz. Qeyd edim ki, buradan aldığınız məhsullara özünüz cavabdehsiniz. Yəni hər hansısa bir platformadan alış-veriş etməklə özünüz cavabdehsiniz. Yəni məhsulları oradan diqqətli bir şəkildə seçməyinizi tövsiyə edirəm. Məhsul alarkən diqqət etməyiniz gərəkən şey odur ki, burada ulduz sistemi var dostlar. Satıcının rəylərinə mütləq şəkildə baxın. Yəni Temu'dakı sistem var. Burada alan adamlar rəy bildirir və burada ulduz sistemi var. Bu satıcı misal üçün 1389 dəfə satış eləyib, 4.3 alıb. Yəni adətən tövsiyə edirəm ki, 4.5, 4.6 bu şəkildə olsa daha yaxşı olar. Nəsə, yəni burada kommentlərə baxa bilərsiniz. Yəni ki, bu satış nə qədər eləyib? Baxın, bu 4.4 alıb 34.8K satış eləyib. Yəni ki, satışı daha çox olan satıcılardan almağınızı tövsiyə edirəm. Mənim burada aldığım bir dənə məhsul var dostlar. Onu indi birazdan yapışdıracağım. İlk öncə bu qeydiyyat bölməsi, adres bölməsi dəyişməyi öyrəndik. İndi isə bizə lazımdır Amazondan qeydiyyatdan keçmək. Əgər Amazonda qeydiyyatınız yoxdursa, bu şəkildə gördüyünüz kimi burada account lists bölməsi var, sign in bölməsi var. Sign in bölməsinə bir kere klik edirsiniz. Əgər sizin burada öz email adresinizə qeydiyyatdan keçmişsə, birbaşa burada email adresinizi yazıb giriş eləyə bilərsiniz. Və yaxud da buradan siz onsuz da burada email adresini yazanda qeydiyyatınız yoxsa qeydiyyatdan keçmiş olursunuz. Hansı email adresinə qeydiyyatdan keçmək istəyirsə, bura birbaşa yazırsınız. Mən indi öz email adresimi yazıram və continue deyirəm. Continue dedikdə məndən birbaşa burada pasport soruşur. Sizdə soruşmayacaq. Çox güman ki, sizdən qeydiyyat bölməsi atacaq. İndi məndə olduğu üçün buradan mənim bir parolumu yazıram. Bu şəkildə, yəni öz parolunuzu və yaxud da təzə parol təyin edirsiniz. Əgər burada sizdən telefon nömrəsi soruşursa dostlar, burada yəni məndə soruşur. Əslində bunu keçə də bilərsiniz. Çox vaxtı giriş edən soruşmur. Buradan telefon nömrəsi əlavə etməmişdə birbaşa keçid eləyə bilərsiniz. Bu şəkildə öz səhifəmə daxil olduqdan sonra siz də asan bir şəkildə email adresinizi yazıb səhifəyə daxil ola bilərsiniz. Qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra mən burada səbətimə bir ədəd məhsul əlavə etmişəm. Bu şəkildə məhsulumu əlavə etmişəm. Siz də hər hansısa bir məhsul əlavə etmək istəyirsinizsə, buradan indi mən sizə tez bir şəkildə göstərim. Atıram ki, bir dənə hansısa bir məhsul seçirəm. Daxil oluram bu məhsula. Misal üçün göstərəm dostlar. Yəni siz bunu örnək almayın, özünüzə hansısa bir məhsul seçin. Məhsul seçdikdə baxın, gördüyünüz kimi burada açıqlamanı oxuyun, ulduzuna baxın.
Bir də görürsüz ki, kargo öz daxilində kargo ödənişi alır. Burada 2 dənə seçenek olur. Add to cart, bir də buy new bölməsi var. Buy new bölməsini sıxda birbaşa sizə alış bölməsinin səhifəsinə atır. Add to cart dedikdə kart məlumatları yazmaq istəyir. Add to cart seçirik. Baxın, gördüyünüz kimi birbaşa həmin məhsulu səbətə əlavə edir. Burada görülür process checkout bölməsində bir kere klik etdikdə birbaşa sizin səhifənizə yönləndirir, səbətinizə yönləndirir dostlar. Mən isə yenə də ana səhifəsinə daxil oluram, səbət bölməsinə daxil olub bu məhsulu silirəm. Məhsulu sildikdə baxın, gördüyünüz kimi səbətimdə bu şəkildə qiyməti qeyd olunub. Bu məhsulun çatdırılması 14.99 dollar təşkil edir. İyul ayın 7-si 9 arası çatdırılma olacaq və məhsulun öz qiyməti 16.59 edir. Yəni ümumi bu məhsulun qiyməti hardasa 31-32 dollara düşüb gəlir dostlar. Bu şəkildə gördüyünüz kimi və process checkout bölməsinə bir kere klik edirəm. Klik etdikdə sizdə birbaşa sizin ekranınıza, mən burada adres əlavə etmişəm. Birbaşa sizin ekranınıza bu şəkildə adres bölməsi gələcək. İndi mən sizə adres əlavə etməyi öyrədim. Add delivery adresə baxın, bu şəkildə sizə adres bölməsi əlavə edəcək. Bir də mən indi dəyişdirim, mən bir dəfə adres əlavə etmişəm. Ona görə məndə adres istəyir. Edit adres deyim. Baxın, gördüyünüz kimi bu şəkildə sizə ekran gələcək. Burada nə edirsiniz? İlk öncə burada region olaraq məndə United States, yəni bu şəkildə seçirsiniz. Full name bölməsinə X kargodan, yəni ki, hansı kargodan çatdırırsınızsa, orada Amerika ünvanlarında yazılan ad soyad bölməsini bir kere kopyalayırsınız və gəlirsiniz Amazonun ad soyad bölməsinə, adres bölməsinə yapışdırırsınız. Yapışdırdıqdan sonra burada sizdən telefon nömrəsi istəyəcək. Təbii ki, bu Amerika nömrəsi olmalıdır. Onun da sizdə olmadığına görə kargo şirkətlərində yazılan bu şəkildə Amerika mənşəli nömrəni bir kere kopyalayırıq və gəlirik həmin nömrə, telefon nömrəsi olan bölməsi yazırıq. Yazdıqdan sonra daha sonra sizdən buradan adres soruşur dostlar. Adres bölməsindəki street adres bölməsi var. Street adres bölməsində isə gəlirsiniz burada adres line 1 yazılan bölməni bir kere klik edirsiniz və gəlirsiniz burada street adres bölməsini yapışdırırsınız. Daha sonra burada suited number bölməsi var. Bu bölməyə isə Xcargo'da adres line 2 bölməsi yazılıb. Bunu da kopyalayırsınız. Adres line 2 bölməsinə gəlirsiniz, yapışdırırsınız bu bölməyə. Yapışdırdıqdan sonra sizdən city soruşur, yəni şəhər, hansı şəhərdə çatdırılacaq. Təbii ki, kargo şirkətinə daxil olursunuz, şəhər bölməsini bir kere kopyalayırsınız. Yəni bunlar hamısını düzgün bir şəkildə kopyalayın, bu çox önəmlidir. City bölməsini kopyaladıq və gəldik burada, mən silirəm və yenidən əlavə edirəm, City bölməsini yapışdırdıq. Yapışdırdıqdan sonra gördüyünüz kimi burada state bölməsi var. State'də burada nə yazılıb? Delivery statesi. Bunu kopyalaya da bilirsiniz. Təbii ki, bunu kopyalayıb yapışdırma olmayacaq. Seçenek verir. Və stateni delivery seçirsiniz. Yəni ki, mənim kargo şirkətimdə aldığım yerdə delivery yazılıb ona görə. Ola bilsin ki, sizdə başqa şəhər yazılıb, nədirsə onu yapışdırırsınız. Zip kod bölməsinə isə burada yazılan zip kod bölməsini təbii ki, özü avtomatik düşür, amma yenə də siz əgər boşdursa bu şəkildə xanaya yazırsınız. Yazdıqdan sonra use is adres dedikdə birbaşa sizin adresiniz əlavə olunmuş olacaq. Mən bunu əlavə etmişəm deyə ikinci dəfə əlavə etmirəm. Bu şəkildə adresim hazır. Qeydiyyat olundu. Daha sonra da yəni ki, qalıb bizə kart məlumatınızı yazıb sifariş vermək. Yəni daha sonra bu proseslər necə olacaq? Məhsullar bizə necə çatır? Hamısını bir-bir sizlərə izah edəcəm. Canlı burada məhsul sifariş verir. Deməli, bu məhsula mən ödəyəcəm məbləğ 31.58-dir. Burada gördüyünüz kimi yazıb ki, delivery to this adres. Yəni bu adresə sifariş verin bölməsi çıxır. Bunu bir kere sıxırıq. Burada fərqli-fərqli sizdən məlumatlar soruşur. Amazon gift code kimi, yəni ki, fərqli-fərqli. Bizə lazımdır add credit or debit kart bölməsi var. Bir kere klik edirik. Klik etdikdə burada gördüyünüz kimi bizdən soruşur kart nömrəsi, kartın üzərindəki kodu soruşur və kartın üzərindəki ad soyadınızı yazırsınız. Təbii ki, kartın bitmə tarixini, kartların üzərində dostlar tarix olur, bitmə tarixi olur. Və 3D security kod bölməsi, security kodda CVV kod, kartın arxasındakı 3 rəqəmli kod olur. Mən tez bir şəkildə öz məlumatlarımı yazıram. Yazdıqdan sonra buradan add your card deyib öz kartıma əlavə edəcəm. Əlavə etdikdə belə bir yenə də ekran gəlir və adreslərinizi kontrol etmək üçün sizə burada göstərir. Əgər burada hansısa bir səhv eləmirsə, mütləq şəkildə burada baxın gör düzgün yazmısınızmı? Burada set as default payment method bölməsi var. Əgər bunu sıxsaz,
kartınızı burada bir dəfə yaddaşda saxlayacaq. Yəni gələn dəfədə nəsə alış-veriş eləsəz, avtomatik o kartdan pul çıxacaq. Yox, əgər sıxmasanız, hər dəfə gərək kartınızı yenidən sıxasınız, yəni yazasınız. Mən bunu seçmirəm və save deyirəm dostlar. Save dedikdə kartım artıq əlavə olundu. Burada gördüyünüz kimi 2 dənə seçenek var. Sizdən soruşur ki, kartınız Azərbaycan manatı məzənnəsindəndirmi, yoxsa fərqli bir məzənnədəndir? Siz burada qeyd edim ki, Azərbaycan manatı olan kartda istifadə edə bilərsiniz. Mən ABB-nin dollar kartından istifadə etmişəm. Burada məndə burada gördüyünüz kimi hansı pulsa məndən dollar olduğu üçün USD seçirəm. Əgər sizdə Azərbaycan manatıdırsa, burada kart kurrenti Azərbaycan manat da seçə bilərsiniz. Yəni bunu seçdikdə ola bilər ki, sizin əgər dollar kart deyilsə, konversiyadan ola bilər ki, əlavə xərciniz çıxsın. Onun üçün mən məsləhət görürəm ki, öz şəxsi fikrimdir dostlar, dollar kart istifadə edirəm. Həmçinin eBay-da da bunu istifadə etmişəm. Bu şəkildə seçirəm və burada use as payment metod bölməsini sıxıram. Gördüyünüz kimi sıxdıqda burada gördüyünüz kimi əlavə məndən nəsə soruşur. Əgər sabah iyunun 7-sindən 9-una kimi çatdırırlarsa, bunu seçirsiniz. Bayaq gördüyünüz kimi mən təsdiqləmişəm 14.99. Əgər sabah çatdırılma, daha tez çatdırılma istəyirsə 24.99 seçirsiniz. Buna ehtiyac yoxdur. Mən hansı uyğundursa qiyməti onu seçirəm və place your order bölməsinə sıxıram. Göndərir təsdiqləmək üçün, ödənişi çıxmaq üçün. Və yaxud da sizdə kod şəklindəsə, kod şəklində də yazırsınız. 3D security kod. Bu ABB banklarda belə bir funksiya var. Bu şəkildə mən burada gördüyünüz kimi order placed thanks yazılıb. Yəni mənim orderim sifariş olundu. Baxaq görüm kartımızdan pul çıxılıbmı? Yox, hələ çıxılmayıb. Burada bir məqam var dostlar. Amazonda necədir? Bu eBay-da sifariş verdikdə eBay-da falan və yaxud da Temuda sifariş verdikdə birbaşa kartdan pul çıxır. Bir dənə baxım görə tam yeniləyim görə kartımdan çıxıb. Yox. Burada amma necədir? Bu sifarişi təsdiqlədikdən sonra sizin kartınızdan pul çıxacaq. Yəni bu müddətdə adətən səhv eləmirəmsə 24 saat olmalıdır. Bu müddətdə siz kartınızdakı pulu tərpətməyin. Yəni ki, orada bildiriş görəcək ki, ola bilər ki, sizin kartınızda həmin məbləğ olmasa problem yaşaya bilərsiniz. Yəni ki, sifariş verdikdən sonra 24 saat ərzində sifariş təsdiq, daha sonra sizin kartınızdan ödəniş çıxacaq. Yəni mən burada bu şəkildə sifariş verdim, həmin bu X-Cargo adresinə sifarişimi verdim. Məhsulum da bu şəkildədir. Yəni ki, kartımızdan daha sonra ödənişimiz çıxır, kargo bölməsindəki kargo gəlir. Daha sonra bu proseslər necə olur? Video çox uzanacaq dostlar. Onun üçün də çox uzatmaq istəmirəm. Sifariş gələndən sonra adlı bir video çəkəcəm. Sizin bu həmin səhifəyə, burada bağlamalar bölməsinə hardasa 2 gün, 3 gün bu şəkildə çəkir. Baxın, burada mən fərqli bağlamaları gətirmişəm. Xarici ambarda bölməsinə sizə burada məlumat düşəcək. Yəni ki, Amazondan gələn sifarişiniz düşür. Həmən bu xarici ambarda gələn bölməyə məhsulunuz düşdükdə burada görəcəksiniz kargonuzun çəkisi nə qədərdir, ödəniş nə qədər. Təbii ki, kargoya görə ödəniş eləyirsiniz. Yəni buradakı 31 dollara ödədim deyə bitmir. Kargo sizə görə çəkiyə görə ödəniş alır. Onu da baxmaq üçün burada tarifələr bölməsinə daxil olub. Burada gördüyünüz kimi tarifələr bölməsi var. Burada həmin hansı ünvanı ABŞ-dan gətirirsə ABŞ-ı seçirsiniz. Burada gördüyünüz kimi baxın 0.75 kiloqramdan 1 kiloqrama qədər 16.61 dollar alır. Yəni çox ağır bir məhsul gətirməyinizi tövsiyə edirəm. Kargo ödənişi çox yüksək məbləğlər çıxa bilər. Onu yəni özünüz təxmini hesablayın. Yəni kargonun ödənişi gəlir, nə qədər ödəniş eləyirsə o şəkildə ödənişinizi eləyirsiniz. Buradan yəni birbaşa ödəniş çıxıb kart məlumatınızı yazanda kartınızda ödəniş çıxır. Səhv eləmirəmsə, məhsul gəldikdə həmin məntəqəyə də ödəniş eləyə bilərsiniz, amma ən qarantisi budur. Onsuz da sizin telefonunuza SMS gəlir, SMS-də bir kərə sizi yönləndirir linkə. Ödənişinizi eləyirsiniz, bu qədər sadə. Və burada xarici ambara bölməsinə düşdükdə siz gömrük bəyannaməsi etməlisiniz. Gömrük bəyannaməsi haqqında da kanalımızda kifayət qədər videolar var. Həmin videolara baxa bilərsiniz dostlar. Yəni ki, linkini də ki, videonun açıqlama bölməsinə əlavə eləyərəm. Səhv eləmirəmsə X-Cargo-da avtomat bəyan sistemi də var. Siz bəyan etməsəniz öz də şəxsi edir, amma bilmirəm bu həmin funksiya hal-hazırda işləyir, işləmir. Məsləhət odur ki, özünüz əllə eləyin. Gömrük proqramı telefonunuzda mütləq şəkildə olmalıdır. Yəni ki, belə məlumatları bu şəkildədir. Sifariş vermə qaydası da bu şəkildədir. Dostlar, videomuz biraz uzun çəkdi. Yəni bu da başa düşüləndir. Həqiqətən mən sizlərə istəyirəm ki, hərfi-hərfinə Amazondan sifariş vermək haqqında ağlınızda sual qalmasın. Gələcək videolarda əgər istədiyimiz bəyənməni və yaxud da buradan istədiyimiz like və görüntünü ala bilsək, yəni ki, izləyicilərimizdən
Gələcək videolarda gömrük bəyannaməsi necə edilir, ətraflı bir şəkildə və bu kargo ödənişləri necə olur, ətraflı bir şəkildə mən sizlərə çəkib göstərəcəm. Həmçinin də məhsulumuz gəldikdə həmin məhsulun videosunu çəkib canlı göstərəcəm dostlar. Hər hansı bir ağlınızda sual varsa, mütləq şəkildə kommentlərə yazın. Mən sizlərin cavab verməyə çalışacağam. Qeyd edim ki, dostlar, Instagram və Facebook'dur və Telegram kanallarımız aktivdir. Oradan da bizə mesaj yaza bilərsiniz. Həmçində qeyd edim, dostlar, çox adam gəlib bizə mesajlar yazır. Bu eBay-da olsun, Amazon olsun, videoya baxır və ya da baxmır, gəlib birbaşa bizdən kömək istəyir. Necə qeydiyyatdan keçim, necə olum? Qeyd edim ki, bu xidmətlər ödənişli olacaq. Cəmi 5 azını ödəniş eləməklə bizə yazıb hərfi ilə A-dan Z-yə qədər biz sizə sifariş etməyə köməklik edəcəyik dostlar. Amma bu videolara baxsınız, heç bir ödəniş eləməyə ehtiyac yoxdur. Sonuna qədər baxmanızı tövsiyə edirəm dostlar. Təqdim etdiyi Fikirli kanal.